Hər kəsə salam. Bu günlərim kitabxana fondunun uçotunu və saxlanılması haqqında izahlar verəcəm. Baxın, burada link yerləşdirilib. Buradan keçib rahatlıqla oxuya bilərsiniz. Bu günlərim bunun haqqında hansı hissələrə diqqət etmək lazımdır, hansı hissələrə fikir vermək lazımdır, onlar haqqında danışacağam. Deməli, bu dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadə qaydalarıdır. İlk öncə getmək istəyirəm ki, fond nədir, kitabxana fondu nədir? Gəlin bunlar haqqında qısa tərif kimi məlumat verim. Fond kitabxanaların, informasiya mərkəzinin vəzifələrinə, profilinə uyğun olan sənədlərin istifadəsi və saxlanması üçün nəzərdə tutulan nizamlanmış məcmusudur. Kitabxana fondu isə ictimai istifadə məqsədi ilə kitabxananın profilinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusudur. Baxın, bu qaydalardan nə tipli suallar düşə bilər və biz hansı hissələrə diqqət etməliyik? Gəlin elə başlayaq birincidən. Azərbaycan Respublikasının dövlət kitabxana fondları. Azərbaycan Respublikasının dövlət kitabxana fondları hansı prinsiplər əsasında təşkil edilir? Baxın, belə bir sual düşə bilər. Əgər belə bir sual düşsə, hansı variantlarda bunlar varsa, artıq onlar götürülür. Deməli, kitabxanalar arası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitlər mühafizə və mübadilə. Yəni, bunlar fondların yaradılması üçün prinsiplərdir. Yəni, bu prinsiplər əsasında məlumat axtarış sisteminə malik olan kitabxana fondları, belə deyim, yaradılır, təşkil edilir. Azərbaycan Respublikasının dövlət kitabxana fondu hara mülkiyyətidir? Dövlət mülkiyyətidir. Mütləq şəkildə buna fikir verin. Bu da sual kimi düşə bilər. Deməli, buradan bir hansı prinsiplər əsasında təşkil edilir? O sual düşə bilər ki, prinsiplər bunlardır. Baxın, özümüzə qeydiyyatınızı aparın. Dövlət kitabxana fondu hara mülkiyyətindədir? Dövlət mülkiyyətidir. Keçək ikinciyə, dövlət kitabxana fondlarının uçotu. Bildiyimiz kimi kitabxanaya həm daxil olan, həm çıxarılan ədəbiyyatın, yəni çap məhsullarının mütləq şəkildə uçota aparılmalıdır. Deməli, burada nə kimi suallar düşə bilər? Kitabxana fondlarının uçotu nələri özündə əks etdirir? Ümumiyyətlə, kitabxana fondlarının uçot sənədləri əsasında, belə deyək, nələr həyata keçirilir və s. Yəni, bu tipli sual düşə bilər. Gəlin, baxaq birinci dediyim suala. Kitabxana fondlarının uçotu nələri özündə əks etdirir? Deməli, fondun qorunmasını özündə əks etdirir, fonddan istifadəni əks etdirir, istifadə edilməsini özündə əks etdirir, fonda daxil olan, çıxarılan çap məhsullarının özündə əks etdirir və fondun ümumi miqdarını və məzmununa görə bölgüsünü kitabxana fondlarının uçotu özündə əks etdirir. Bəs yaxşı, uçot sənədləri əsasında nələr həyata keçirilir? Fondun qorunmasına nəzarət həyata keçirilir, onun bir işçidən başqasına təhvil verilməsi, yoxlanılması, statistik hesabatın aparılması. Sonra keçək digərinə. Fondun ümumiyyətlə, fondun uçotu hansı proseslərdən ibarətdir? Ədəbiyyatın qəbulundan, ona ştamp vurmaqdan, yəni ədəbiyyatda, ədəbiyyatın qeydə alınması, həmçinin fonddan çıxarılması, fondun hərəkətinin nəticələrini aşkar etmək və onun yoxlanılması. Bunlar hamısı fondun uçot proseslərindən ibarətdir. Yaxşı, kitabxana fondlarının uçotu üzrə bütün bu saydığımız əməliyyatların hamısını hansı şöbə həyata keçirir? Komplektləşdirmə şöbəsi, kitabxananın komplektləşdirmə şöbəsi. Bunu da mütləq şəkildə yadda saxlayın və yəni bu sözə diqqətlə fikir verin. Kitab işləmə şöbəsi yox, komplektləşdirmə şöbəsi tərəfindən həyata keçirilir kitabxana fondlarının uçotu üzrə bütün əməliyyat. Oradan fərqli bir şöbə yaza bilərlər, abonement şöbəsi yaza bilərlər, kitab işləmə şöbəsi yaza bilərlər, incəsənət şöbəsi yaza bilərlər, dissertasiya şöbəsi və s. Yəni bu kimi şöbələr çoxdur, avtomatlaşdırma şöbəsi yaza bilərlər və s. Amma bilin ki, komplektləşdirmə şöbəsi tərəfindən həyata keçirilir. Ümumiyyətlə, kitabxanaya daxil olanda həm komplektləşdirmə şöbəsindən, həm kitab işləmə şöbəsindən mütləq şəkildə keçməlidir. Yəni, həmən şöbələrdən keçməlidir. Yəni, bilin ki, bu da komplektləşdirmə şöbəsi həyata keçirilir uçotu. Kitab fondunun dəyər uçotunu isə, baxın, kitab fondunun dəyər uçotunu isə mühasibatlıq aparır. Bunu da yadda saxlayın. Ola bilər, sual verilsin, kitab fondunun dəyər uçotunu belə deyim, aparır, yaza bilərlər komplektləşdirmə şöbəsi səhvdir. Mühasibatlıq aparır. Bunu da yadda saxlayın.
Fondun mühafizə məsələlərinə sosial, fiziki, kimi və bioloji amillər təsir edir. Bu da sual kimi düşə bilər. Fondun mühafizə məsələlərinə hansı amillər təsir edir? Sosial, fiziki, kimyəvi və bioloji amillər. Kitabxana fondlarının mühafizəsini təmin edən müvafiq şərtlərə əməl edilməsi inzibati rəhbər və kitabxana işçilərinin, habelə oxucuların müqəddəs vəzifəsi olmalıdır. Keçək üçüncüyə, daxil olan ədəbiyyatın qəbulu. Bir var kitabxana fondundan çıxarılan ədəbiyyat, bir var isə daxil olan ədəbiyyat. Gəlin bura diqqətlə nəzər yetirək. Daxil olan bütün çap məhsulları, sual düşə bilər. Daxil olan bütün çap məhsulları hansı sənədlərlə kitab işləmə şöbəsinə göndərilir? Baxın, burada qeyd olunubdur. Hesab sənədi, faktura və çekin surəti akt. Bunu yadda saxlayın. Hesab sənədi, faktura, çekin surəti akt. Yəni, bu sənədlərlə birlikdə kitab işləmə şöbəsinə göndərilir. Baxın, burada komplektləşdirməyidir. Yadda saxlayın. Uçotunu komplektləşdirmə şöbəsi aparır. Amma daxil olan bütün çap məhsullarını isə bu sənədlərlə birlikdə kitab işləmə şöbəsinə göndərirlər. Sənəddə göstərilən yazılar, müəllifin soyadı, sərlifə, qiymət nüsxələrinin miqdarı yoxlanılır. Daxil olan ədəbiyyat qoşma sənədlə düz gəlməyənli və ya nöqsanlı nüsxələr olduqda ədəbiyyatın qəbuluna məsul şəxsin və kitabxananın ictimai təşkilatının nümayəndəsinin iştirakı ilə akt tərtib edilir. Deməli, əgər daxil olan ədəbiyyat qoşma sənədlə düz gəlmirsə və yaxud da ki, nöqsanlı nüsxələr varsa, bunun üçün akt tərtib edilir və kimlərin iştirakı ilə akt tərtib edilir? Ədəbiyyatın qəbuluna məsul olan şəxsin və kitabxananın ictimai təşkilatının nümayəndəsinin iştirakı ilə akt tərtib edilir. Deməli, akt iki nüsxədə olur. Birinci nüsxə kitabxanada saxlanılır və daxil olan çap məhsullarının qəbulundan istifadə olunur. İkinci nüsxəsi isə ədəbiyyatı göndərən təşkilata verilir və ondan çatışmayan, səhvən verilən və yaxud da ki, nöqsanlı nüsxələrin dəyişdirilməsi tələb olunur. Yəni, yadda saxlayın ki, iki akt tərtib olunur. Biri kitabxananın özündə saxlanılır və daxil olan çap məhsullarının qəbulunda istifadə olunur. İkincisi isə ədəbiyyatı göndərən təşkilata verilir. Qoşma sənədsiz daxil olmuş çap məhsulları isə və yaxud da ki, təşkilatlar və ya ayrı vətəndaşlar tərəfindən bəxşiş verilmiş, əhaldən toplanmış ədəbiyyat yoxlandıqdan sonra akt tərtib olunur. Bunlar da yoxlandıqdan sonra akt tərtib olunur. Daxil olan bütün çap məhsullarına dərhal ştamp vurulur. Baxın, belə bir sual düşə bilər ki, daxil olan bütün çap məhsullara dərhal hansı proses yerinə yetirilir, hansı tutaq ki, nə vurulur? Ştamp vurulmalı. Ştampın həcmi düşə bilər. Ştamp 10-40 həcmində 4 formadan ibarətdir və üstündə kitabxananın adı yazılmalıdır. Və bu da düşə bilər ki, sual kimi. Tutaq ki, ştampın üzərində haranın adı yazılır? Şöbə adı yazılır. Kitabxananın yerinə şöbə sözü qoya bilərlər. Tamamilə fərqli nələrsə yaza bilərlər, amma bilin ki, kitabxananın adı yazılır. Alınmış ədəbiyyat qoşma sənədlə yoxlandıqdan, nüsxələrin miqdarı təyin edildikdən və ştamp vurulduqdan sonra fərdi və ümumi kitabda yazılır. Baxın, bunu da yadda saxlayın. Alınmış ədəbiyyat qoşma sənədlə yoxlanır. Nüsxələrin miqdarının hamısı təyin edilir, ona ştamp vurulur və artıq ştamp vurulduqdan sonra fərdi və ümumi kitabda qeyd olunur. Yəni, fərdi və ümumi kitaba yazılır.